Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adı ilə. Allahın salavat, selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Ətr behiştidən yaradıbdır Xuda sizi. Sübhün nəsiminə eləyib pişva sizi. Bir baxdı mehribanlığına zat-ı haqq sonra xəlq eylədi Rəsul-i Xudaya ana sizi. Cənnat ilən mühəqqər evin eyləməz əvəz. Gər görsə öz evində şəhila fəta sizi. Xanım siz Rəbbena deyəndə zaman-ı qunutidə eylərdi ləhzə ləhzə təmaşa Xuda sizi. Sarulləhi tökübsən Hüseynin damarına. Aləm tanır müəllim-i Kərbəla sizi. Ey asitan pakini Xizr-u Xəlil öpən. Hər gün Hüseynüvün əllərini Cəbrəil öpən. Siz istəsəz cəsəd də dönər can olar xanım. Nə canı xoşq, cilvə-i canan olar xanım. Bir asitanədir bu cahanda sizin qapı. Kim öpsə çarçubini Səlman olar xanım. Maşallah. Əziz izləyicilərimiz istəmişdilər bu şeiri bütöv oxuyaq. Nəsib oldu xanım Zəhranın mövludunda bunu Çox gözəl şey, oxuduq. həqiqətən. Xanım Zəhra səlamullah əleyha anamızın mövludu astanasında mən bütün xanımları, anaları, bacıları hamısını təbrik edirəm. Allahdan istəyim budur. Allah xanım Zəhra hörmətinə heç bir zaman analarımızı, bacılarımızı və bizim özümüzü də xanım Zəhradan dünya axirətdə ayrı salmasın inşallah. Bayramımız mübarək olsun. Buyurun Hacı, sizi dinləyək. Bismillahirrahmanirrahim. Mən də bu müqəddəs, mübarək gün münasibəti ilə İslamda xanımlar günüdür. Xanım Zəhranın bütün aşiqlərinə, başda İmam Zaman əleyhissalam olmaqlıqla bütün analarımızı və həmçinin məxsusən şəhid analarımızı qəlbən təbrik edirəm inşallah. Allaha and verək xanım Zəhranın hörmətinə bu müqəddəs günü ömrümüzdə müqəddəs qərar versin inşaatımızda. Allah xanım Zəhranın hörmətinə öz rəhmət, bərəkət, neymət qapıların xalqımızın, millətimizin üzərinə açsın. Bayramınız mübarək olsun əziz analar. Amin inşallah. Hacı, mövzumuz xanım Zəhra səlamullah əleyhanın fəzilətləri haqqındadır ki, xanım Zəhra səlamullah əleyhanın fəzilətləri haqqında Quran-ı Kərimdən bəzi dəlillər, statlar gətirmişdik. İstərdim xanım Zəhra haqqında əziz izləyicilərimizə də bu bayram ərəfəsində hədislərimizdə gələn onun fəzilətlərindən bir neçə dənəsini inşallah işarə eləyək. Buyurun inşallah. Bəli, bu gözəl gündə xanım Zəhranın adı ilə verilişdə dəyərli izləyicilərimizin xidmətində olmalı həqiqətən də şərəfdir. İnşallah Allah bizdən qəbul eləsin. Xanım Zəhranın fəziləti barəsində yəni o məqama gəlib çatanda təbiidir ki, bizim nə sizin, nə mənim, nə də ki bizdən böyüklərin həddinə deyil, xanım Zəhranı oturaq biz burada tərif verək. Çünki xanım Zəhranı tərif verən Allahdır. Xanım Zəhranı Peyğəmbər tərif edib. Peyğəmbər də öz istəyindən yox. Təbiidir, Peyğəmbər məsələn, keçən bəhslərimizə səhv eləməsəm dedi, Peyğəmbər dedi xanım Zəhranın barəsində, Zəhra, əgər mən səni olduğu kimi bu cəmiyyətə tanıtdıra bilmirəm. Bu Əli əleyhissalamın barəsində deyib, xanım Zəhranın da barəsində deyib ki, mən səni olduğun kimi o cəmiyyətə çatdıra bilmirəm, qorxuram. Tanımazdır. Bəli. Amma rəvayətdə təbiidir ki, fəzilətləri barəsində o ki yazılıb, məsələn, duaların birində gəlib ki, Əssalamu aleykə ya seyyidətə nisa'il aləmin minəl əvvəlinə vəl-əxirin. Bu hədisdə də var Peyğəmbərin hədisində ki, xanım Zəhranı adlandırıb dünya və axirət xanımlarının ağası, sərvəri və həmçinin də ki, Peyğəmbər xanım Zəhranın barəsində buyurur ki, əvvəldən və ta axirə qədər, yəni qiyamətə kimi bütün anaların anası.
Bəli. Məsələn, Həzrəti Məryəmin barəsində də var, analar anasıdır. Amma Həzrəti Məryəm öz dövrünün və öz dövrünə qədər olan xanımlarının ağası idi. Anası idi. Amma xanım Zəhra ta qiyamətə kimi, minəl əvvəlin vəl axirin, qiyamətə kimi, Adəmdən ta qiyamətə kimi bütün gəlmiş, keçmiş xanımlarının hamısının ən üstünüdür, ən dəyərlisidir. Arada otururam, Seyid, deyirəm ki, həqiqətən biz ona görə xoşbəxtdir ki, bizim xanım Zəhra kimi anamız var. Biz belə bir xanımın ardıcılları yox. Həqiqətən fəxr eləməyə dəyər. Bütün gözəllikləri qoy bir kənara. Bir dənə şükür olaraq əlimizi qaldıraq deyək, ilahi, nə gözəl ki, mən xanım Zəhranın yolu ilə gedənlərdənəm. Nə gözəl ki, mənim qəlbimdə xanım Zəhraya məhəbbət var. Mən o dəstədənəm. Nə xoş mənim halıma ki, mən xanım qəlbimin bir güşəsində anam Zəhraya yer vermişəm. Vallahi bu gözəllikdir, bu xoşbəxtçilikdir. Ki, insan bir anlıq təsəvvürünə gətirər ki, gəlmiş, keçmiş anaların ən üstünü. Xanım Fatimə Zəhra Səlamullah əleyhanın haqqında buyurulmuş fəzilətlərdən biri də Peyğəmbərimizin o məşhur hədisidir. Fatimətu bada'atun minni. Maşallah. Fatimə mənim ciyərimin bir parasıdır. Fəmən əzaha fəqət azani. Hər kim ona əziyyət eləsə, mənə əziyyət eləyib. Bu günləri bəziləri çıxıblar bu hədisi, deyirlər ki, bu hədis Əli əleyhissalamın haqqında idi. Xanım Zəhraya deyir, Əli əleyhissalam əziyyət eləyirmiş. Amma Əli əleyhissalamın özünün xanım Zəhra haqqında, ya xanım Zəhra Səlamullah əleyhanın Əli haqqında dediyi sözlər heç biri onları bizə göstərmir. Həzrəti Əli əleyhissalam Fatimə Zəhra anamızın mövlud ərəfəsində istəmirəm ora daxil olam. Amma Həzrəti Əli əleyhissalam xanım Zəhranın vəfatında dedi, Zəhra, sənin vəfatında o qədər ağlayaram. Qorxuram ki, səndən sonra ömrüm uzun ola. Yəni, bir insan ki, istəmədiyi adamdan ötürü o sözləri deyərmi? Heç vaxt deməz. Əslində, o insanlara aiddir ki, xanım Zəhranın haqqını bilmədilər, haqqını dandılar. İnsan hər halda, bütün zamanlarda kim olursan ol, o haqqı insan bilməlidir ki, xanım Zəhranın mənim boynumda haqqım var. Mən hicab bağlayıram ki, o xanım Zəhranın nişanəsidir. Nə bada mən bu hicabımla xanım Zəhraya əziyyət eləmiş olam. Mən xanım Zəhraya ana deyirəm. Nə bada mən o anıya layiq bir evlad olmayam. Bu şeylər də hamısı, onlar bəli, təbii ki, 1400 il bundan əvvəl olan hadisələrə də aid idi. Bugünkü zamanımıza da aid ola bilər. Həqiqətən gözəllik. O xanım Zəhranın fəzilətlərindən biri də xanımın ləqəblərindən biri mühəddisədir. Mühəddisə, bəli. Çox gözəl. Ümumiyyətlə, xanım Zəhranın 9-a, məşhuru 9 dənədir. Daha artıq ləqəbləri də var xanım Zəhranın. Ən məşhuru 9. Hər bir ləqəbi də onun xanım Zəhranın zatı xüsusiyyətlərinə və sifətlərinə aid olan. Yəni, hər bir, məsələn, mühəddisə nə deməkdir? Hədis nəql eləyən. Yəni, biz Cəbrailin nazil olmağının Peyğəmbərin barəsindədir. Bu din də bunu deyir. Cəbrail Peyğəmbərdən başqa heç kimə nazil olmayıb. Hətta Əli əleyhissalamın barəsində belə yazılmayıb. Amma xanım Zəhranın barəsində sual oluna bilər ki, Peyğəmbərdən sonra Cəbrail nazil olub ya yox? Məsələn, yazırlar ki, Peyğəmbərdən sonra Həzrəti Cəbrail yeganə şəxs ki nazil olub o evə xanım Zəhradır. O ki, qəmli xanım Peyğəmbərin müsibətini, o qəmli hallarında ona bir təsəlli ünvanında və gəlişi ilə həmçinin də ki, xanım Zəhranın səhifələri var, suhufi səhifə var. Xanım Zəhranın adı ilə bağlı olmuş hədislər. O hədislər hardandır? Mənbəyi hardandır? Həman yazırlar ki, Peyğəmbərdən sonra o müddət ərzində ki, Cəbrail xanım Zəhranın evinə gələrdi, o hədisləri Allah birbaşa Cəbrailin vasitəsindən xanım Zəhraya deyib. Xanım Zəhradan da imamlarımız o hədisləri nəql ediblər. Yəni, bizim bir çox hədislərimiz birbaşa xanım Zəhradandır. Xanım Zəhranın özündən. Yəni, xanım Zəhranın da özünə Allah Cəbrailin vasitəsi ilə. Bəli. Mən bir dənə hacı böyük bir alimin, ustadın, çox böyük bir şəxsiyyətin söhbətində mənə rast gəldi. Deyir ki, peyğəmbərlərdən başqa ki, peyğəmbər olmayan ikinci şəxsə Həzrəti Cəbrailin nazil olması yalnız Həzrəti Məryəm Səlamullah əleyhada görsənib.
O da bir dəfə. Bəli. Amma buyurur ki, Kana yətiha Cəbrəil. Arzu Xanım edir. Zəhraya daimə, həmişə gələrmiş hüzuruna və o qeybin sözlərindən xanım Zəhra salamullah əleyhaya çatdırarmış. Bu Həzrəti Zəhranın kim olduğunu göstərir bunlar. Təbii ki, indi bəziləri deyə bilərlər, bunlar hədisdir, filandır. İndi o əsl bunu deyən insanların dindən xəbəri olmayanlardır və problem yaradanlardır. Mən istərdim ki, inşallah acı sonda sizdən bir qəşəng bir şeir də eşidək xanım Zəhra haqqında və verilişimizi yekunlaşdıraq inşallah. Gözəldir çöhrə-i iz numası Zəhranın. Gözəldir çöhrə-i iz numası Zəhranın, cahanı ruşən edib məhliqası Zəhranın. Əhsən. Behiştin ətri gələr bu Məhəmmədi güldən, səfai rozı-i rizvan səfası Zəhranın. Kim incidə onu Peyğəmbər inciyər ondan, rızayı xaliq mənnan rızası Zəhran. Qələm də mən kimi azizdir şərh-i vəsfindən, çatan degül başa mədh-u sənası Zəhranın. Mədəd gər etsə ruhul qudus yəqindir mənə, nə qədri söz yazaram olmaz səzası Zəhranın. Əqidəsində xilal var o müsəlman ki onun, ürəkdə olmasa mehr-i vilası Zəhran. Onun vücuduna xatir yarandı ərz-ü səma, yergöy ona xatir yarandı. Onun vücuduna xatir yarandı ərz-ü səma, cahanı xəlq eləyib kibriyası Zəhranın. Oxşarı gəlməyəcək zühd-ü elm-i təqvada, yaraşdı əyninə ismət libası Zəhranın. Salıbdı heyrətə yeksər cavami bəşəri, hicab-ı iffət-ü hilm-ü həyası Zəhranın yetişdi gör hara axır bu dar-ı dünyada, məqam-ı mərtəbə-i pərbəhası Zəhranın öpərdi əllərini Həzrət Rəsulullah, deyərdi cismimə candır atası Zəhranın. Əhsən, çox sağ olun hacı. Bəli, əziz izləyicilərimiz, bir daha əziz analarımız, bacılarımız, hamımızın bayramımız mübarək olsun. Allah dünya axirətdə xanım Zəhradan ayrı salmasın. Çox sağ olun, Allah'a emanet.